Bizim bəzən özümüzün lal cəvahiratımızdan xəbərimiz yoxdur. Biz nemətlər içindik, xəbərimiz yoxdur. Hikmət axtarışı inancımızda ana xəttidə. Mömin davamlı olaraq imanlı, inanclı insan sanki bir hikmət axtarışındadır. Məna axtarışında. Dünyada bir məna terapiya adlanan, ümumiyyətlə hikmət kontekstində o qədər maraqlı mövzular var ki. Bizim inancımızda deyir, ölməkdən qabaq ölün. Sanki dünyovu dəyişmisən. Praktik eləyən ürəfalarımız olub ki, hər axşam o yerinə girəndə elə bilərmiş ki, qəbirdədir və sorğu-sualı var və o vəziyyəti ilə öz bu günkü durumuna bir baxardı. Necədir vəziyyətim? Mən demirəm, bu hər kəs gedib təkrarlamalıdır falan eləmə. Bu bir individual bir situasiyadır. O məsələ üçün ona çatıb ki, o cür nə onu tənzimləyir. Sənin o startunla, gəldiyin yolla o fərqli mövzular. Amma dediyim budur ki, ekzistensial sarsıntı texnikasında da həmən bu kimi mövzu var ki, həyatın son anına sanki bir səyahət eləyirsən, oradan bura bir dönüş eləyib nələri edərdim kimi baxma. Ay ilahi pərverdigarə, bir ilahi dinin, inancın içində və bütün ilahi dinlər, hamısı ki Allahdan gəlibdir, indi təhrif olunma və s. hamısında bu ruh var.